Cambridge lüğətinə əsasən, keyfiyyət bir əşyanın, məhsulun, xidmətin və işin nə dərəcədə yaxşı və ya pis olduğunu göstərən xüsusiyyətdir. Bəs layihə idarəetməsi kontekstində keyfiyyət nə deməkdir? Biz keyfiyyət dedikdə, bunu məhsulun keyfiyyət göstəriciləri kimi düşünə bilərik. Bu, onun fiziki xüsusiyyətləri, məsələn, materialı və ya tərkibi, performansı, məsələn, avtomobilin sürət yığması və ya xidmətlə bağlı aspektləri, məsələn, müştəri sorğularının cavablandırılması müddəti ola bilər. Layihə meneceri maraqlı tərəflərlə birlikdə layihə çərçivəsində təqdim ediləcək məhsul və ya xidmətin keyfiyyət standartlarını müəyyən etməli və onların qorunmasını təmin etməlidir. Bunu həyata keçirmək üçün 5 addımlıq möhtəşəm bir proses var. Birincisi, keyfiyyət standartlarını və tələblərini müəyyən etmək. Beləliklə, ilk olaraq layihə meneceri və maraqlı tərəflər layihə üçün uyğun keyfiyyət standartlarını müəyyən etməlidir. Həmçinin müvafiq qanunvericiliyə və qaydalara riayət etməlidirlər. Məsələn, bir körpü inşa edərkən tələb olunan keyfiyyət standartları ilə bir veb-sayt yaradarkən tələb olunan keyfiyyət standartları fərqlidir. Körpü üçün möhkəmlik testlərinin aparılması, xüsusi materialların istifadəsi və xüsusi tikinti metodlarının tətbiqi tələb olunur. Veb-sayt üçünsə kodlaşdırmanın dəqiq olması, mətnlərin redaktə edilməsi, keçidlərin işlək olması və estetik cəhətdən cəlbedici dizayn vacibdir. Əlbəttə ki, layihə meneceri təqdim ediləcək məhsul və ya xidmətin bütün keyfiyyət meyarlarını müəyyən etməli və standartların qorunmasını təmin etmək üçün işlərin necə icra olunacağını planlaşdırmalıdır. Lakin layihənin növündən, həcmindən asılı olaraq, menecer bu keyfiyyət aspektlərinə nəzarət etməyi ayrıca bir şöbəyə və ya kənar şirkətə həvalə edə bilər. Bu isə şübhəsiz ki, işləri biraz qəlizləşdirir. Çünki bu prosesdə bir çox insan iştirak edəcək və standartların yekunlaşdırılması üçün müxtəlif təsdiqlərin alınması tələb olunacaq. Prosesin ikinci mərhələsi birinci addımda müəyyən edilən meyarlar üçün konkret və icra edilə bilən hədəflərin müəyyən olunmasına yönəlib. Gəlin müxtəlif sahələrə nəzər salaq və bu hədəflərin necə müəyyən edildiyini görək. Birinci sahə tikinti. Bildiyiniz kimi tikinti sahəsində əksər keyfiyyət standartları tənzimləyici qaydalarla müəyyən edilir və bu sahədə müvafiq ekspertizaya ehtiyac duyulur. Məsələn, strukturun dayanıqlığı, yanğın təhlükəsizliyi, hava ventilyasiyası, drenaj sistemi, elektrik təhlükəsizliyi və materialın keyfiyyəti kimi bir çox meyarlar var. Əgər bu meyarlar üzrə tələblər ödənilməzsə, layihə lazımi icazə sənədlərini almaqda çətinlik çəkəcək. İkinci sahə istehsal. İstehsalatda keyfiyyət hədəfləri qoymanın ən bilinən yollarından biri qüsur dərəcəsini təyin etməkdir. Deyək ki, əgər şirkət bir ay ərzində 100 min ədəd məhsul istehsal edirsə və məqsədi ay ərzində qüsurlu məhsulların sayının maksimum 50-dən çox olmamasıdırsa, bu 0,5% dözümlülük səviyyəsi deməkdir. Lakin bütün 100 min məhsulu yoxlamaq çox vaxt və xərc tələb edir. Buna görə də şirkətlər adətən statistik metodlardan istifadə edirlər. Nümunə olaraq 1000 məhsuldan ibarət bir sınaq qrupu müəyyən edilir və qüsur dərəcəsi üçün maksimum hədd 0,5% olaraq təyin edilir. Bu o deməkdir ki, 1000 məhsul arasında maksimum 5 ədəd qüsurlu məhsul aşkar edilə bilər. Üçüncü sahə müştəri xidmətləri. Əgər bir şirkət öz çağrı mərkəzi üzrə fəaliyyətlərin icrasını xarici bir şirkətə həvalə edirsə, müştəri məmnuniyyətini təmin etmək üçün xidmət keyfiyyəti üzrə müəyyən hədəflər təyin edə bilər. Məsələn, ay ərzində cavab verilməmiş zənglərin 5%-dən az olması, 98%-dən çox müraciətlərin cavablandırılaraq həll edilməsi. Bu cür konkret hədəflər layihənin keyfiyyət standartlarına uyğun icra olunmasına kömək edir. Şirkət hətta hər bir zəngdən sonra müştəri sorğular keçirə bilər. Məsələn, müştərilərdən aldıqları xidməti 1-dən 5-ə qədər qiymətləndirilməsini istəyə bilər və ortalama olaraq 4 və ya daha yüksək göstərici hədəf olaraq müəyyən edilə bilər. Yaxşı, birinci və ikinci addımlar tamamlandıqdan sonra, üçüncü mərhələdə layihə meneceri və maraqlı tərəflər keyfiyyətin necə və nə vaxt ölçüləcəyini, həmçinin bunun kim tərəfindən həyata keçiriləcəyini müəyyən etməlidirlər. Layihənin icrasına başlandıqdan sonra keyfiyyət auditi necə aparılacaq? Bu planlama aşağıdakıları əhatə edə bilər. Ümumi auditlərin sayı, yoxlamaların keçirilmə tezliyi, nəticələrlə bağlı necə hesabat veriləcəyi. Eyni zamanda layihə meneceri və maraqlı tərəflər keyfiyyət yoxlamalarına kim cavabdeh olacağını da müəyyən etməlidirlər. Əgər təşkilat daxilində bunun üçün uyğun bir işçi yoxdursa, kənar ekspertlərin cəlb edilməsi tələb oluna bilər. Yaxşı, indi isə dördüncü addıma keçək. Keyfiyyət planının yekunlaşdırılması.
İndi isə layihə meneceri əldə olan bütün məlumatları sadə bir cədvəldə birləşdirməli və bu cədvəldə aşağıdakı məlumatlar əks olunmalıdır. Keyfiyyət standartları, hər standart üçün metrik ölçü vahidi, hədəf nəticə, yoxlamaların nümunə ölçüsü, hesabatların hazırlanma tezliyi və keyfiyyət yoxlaması üzrə məsul şəxs. Bütün bunlar yerinə yetirildikdən və həll edildikdən sonra layihə menecerinin son olaraq etməli olduğu şey lazım gələrsə layihənin üçlü məhdudiyyətlərinə düzəlişlər etməkdir. Keyfiyyət planı müxtəlif yollarla layihənin əhatə dairəsini, xərcini və icra müddətini artıra bilər. Buna görə də bu məsələyə yenidən baxmaq vacibdir. Beləliklə keyfiyyət planımız hazırdır. Layihənin bütün aspektlərinin mümkün olan ən yüksək keyfiyyətdə olmasını istəyirik və bu planda məhz bunu təmin etmək üçün yaradılıb. Əla. İndi keyfiyyət, resurslar, vaxt və əhatə dairəsi məsələlərini nəzərdən keçirdiyimizə görə elə bilin ki, hər şeyi əhatə etdik. Lakin Murphy qanunun dediyi kimi, əgər bir şeyin səhv getmə ehtimalı varsa, o mütləq səhv gedəcək. Buna görə də növbəti vacib mövzu layihə menecerinin riskləri necə müəyyənləşdirdiyi və onların qarşısını almaq və həll etmək üçün necə plan qurması ilə bağlıdır.